məkan insan psixologiyasına necə təsir edir? Həmin nəticənin, həmin təfəkkürün arxasında uğursuz bir memar olur. Bəzən nəhəng memarların işlərini hər kəs başa düşmür. Necə eləyib ki, memarlıqdakı çox kəskin qəlibləri qırıb. Süni intellekt memarları gələcəkdə əvəz edə bilərmi? Belə ümumilikdə memarlarda bir iz qoyub getmə meyli var. ki, mən bu binanı eləyim, mənim adım bu bina ilə anılsın. Zaha Hadidin özəlliyi qadın bir memar. Bir həyat yoluna baxmalıdır. Memarlıq tendensiyalardan xəbəri yoxdursa, nə bilim bir bayaq saydığımız memarların təfəkkürlərini, yanaşmalarından heç xəbəri yoxdursa, siz öz həyatınızı necə ona həvalə edə bilərsiniz? Maraqlıdır. Həqiqətən dünya memarlığında qadın memarlar az olub. Məsələ sadəcə dayanıqlıq deyil heç vaxt. Məsələ heç vaxt sadəcə funksiya deyil və heç vaxt estetika deyil. Hər vaxtınız xeyir, çox dəyərli bizi izləyənlər, Dəstxətdə xoş gördük sizi. Deyirlər ki, fizika, kimya, riyaziyyat, həndəsəni bilmədən memar olmaq mümkün deyil. Bəli, bu çox vacibdir. Bu elmləri öyrənmək qədər əhəmiyyətli digər bir məqamsa zövqdür, estetik zövqdür və gözəlliyi duymaqdır. Əbəs yerə bəzən memarlığı donmuş musiqi adlandırmırlar. Çünki musiqiçidəki duyum memarda da olmalıdır. Bir sözlə memarlıqdan danışacağıq. Həmsöhbətim İstanbuldakı 144 yaşlı Memar Sinan Universitetinin məzunu, Dizayn Büro Memarlıq Ofisinin direktoru, müxtəlif nüfuzlu yerli və beynəlxalq platformalarda tez-tez çıxış edən memar Füzuli Əliyevdir. Xoş gördük. Xoş gördük. Füzuli bəy, istəyəcəm ki, biraz xahiş edəcəm, daha özün haqqında daha ətraflı, daha dərin məlumat verəsən ki, tamaşaçılar da daha yaxından tanısınlar. Əvvəla təşəkkür edirəm belə bir fürsət üçün. Memarlıq haqqında mövzu memarlıq olanda biz həmişə fürsəti maksimum dəyərləndirməyə çalışırıq. Ona görə çox xoşdur mən burada bu mövzuda müzakirə eləmək və səninlə danışmaq bu mövzunu. Mən 86-cı ildə Azərbaycan ən isti və ən soyuq coğrafiyasında Culfada və yenə bir qış günündə, soyuq qış günündə dünyaya gəlmişəm, yanvar ayında. Daha sonra məktəbi Naxçıvanda, Naxçıvan şəhərində oxumuşam. Türk liseylərində təhsil almışam. Ondan sonra isə siz qeyd elədiniz, yolumuz Türkiyəyə düşüb. Türkiyədə Memar Sinan Universitetini bitirmişəm. 2011-ci ilə qədər orada yaşamışam, İstanbulda yaşamışam, həm də işləmişəm orada, fəaliyyətim də orada davam edib. Daha sonra 11-də Bakıya gəlmişəm. Bakıda mən gəldiyim dönəm tikintinin çox belə intensiv davam elədiyi dönəmlər idi. Bəli, Bakıda tikinti bumu yaşanırdı həmin o terminlə ifadə olunur ən yaxşı tikinti bumu. Tikinti bumunun daha çox son dönəmləri idi demək olar. Yəni sonradan anladıq ki, son dönəmləridir. Onda İngilis firmasına dəvət aldım, orada işə başladım hardasa 2015-ə qədər. Həmin şirkətdə Port Baku Gimnastika Arenası kimi böyük layihələrdə iştirak elədim, onları təhvil verdik. Daha sonra da PMD qrup ilə yollarımız kəsişdi və 2015-dən mən PMD qrupda fəaliyyətimi davam elətdirirəm. Əlbəttə PMD qrupun əvvəlki fəaliyyəti biraz daha fərqli idi. Daha sonra genişləndi, müəyyən sahələrə ayrıldı və biz də PMD qrup daxilində fərqli, biraz daha ixtisasımıza uyğun, daha ixtisaslaşmış bir şirkət quruldu və onun daxilində fəaliyyətə başladıq. Yəni Dizayn Büro şirkəti artıq 2020, rəsmi olaraq 2021-dən
qeyri-formal 2020-dən, yəni 5-6 ildir dizayn büro şirkəti olaraq Azərbaycanda memarlıq fəaliyyəti ilə məşğuluq. Mən belə anladım ki, elə universiteti bitirəndən sonra sırf memarlıq sahəsində öz ixtisasınız üzrə, indi ora gələcəm, sənətiniz üzrə demək fəaliyyət göstərirsiniz. Elə bu məqamda yeridir əslində. Belə bir sual vermək istəyirəm ki, memarlıq sənətdir yoxsa mühəndislikdir? Yəni çox klişə və əslində çox önəmli suallardan biridir. Sənət və mühəndislik olub-olmadığını anlamaq üçün məncə əvvəlcə sənətin nə olduğunu, sənət deyəndə biz böyük ehtimal incəsənəti nəzərdə tuturuq. Bəli. İncəsənət nədir və mühəndislik nədir, onu bir çərçivəsini çəkə bilərik. Bu haqda danışa bilərik. Çox maraqlı şeydir, sualdır bu. Məncə memarlığa başlamaq üçün birinci oradan başlamaq lazımdır. Bir anlayış olsun ki, ayırd edək. Bu məsələ əslində eyni zamanda memarlığın tərifini də çəkəcək, ora gətirib çıxardacaqdır. Bu incəsənət nədir? Əvvəlcə sualın cavabını verək. İncəsənət, siz də hansısa şəkildə incəsənətin bir qolundasınız da. Ümumi tərif çünki ona da uyacaq, təsdiq eləyəcəksiniz. İncəsənət insanın çevrəsi ilə, təbiətlə estetik bir toxunuşudur. Yəni bir növ kommunikasiya vasitəsidir incəsənət. İnsan bunu daha içindəki yaradılışdan gələn estetik duyğularla eləyir. Harmoniya ilə yaradır. Fərqli şəkildə üzə çıxardır. Musiqi də bu tərifə girir, rəsmdə, heykəldə. Mühəndislik isə daha çox sistem deməkdir. Mühəndislik bir binanın, bir məkanın, yaxud hər hansı bir qurğunun necə işləyəcəyini, hansı sistemlə işləyəcəyini təyin edən elmin adıdır, sahənin adıdır. Memarlıq bunların arasındadır. Memarlıq məkan tərəfindədir. Yəni insan varsa, insanın bir məkan ehtiyacı var. Bəli. Və memarlıq o məkanı estetika, yəni incəsənətlə bağlı dediyimiz tərif, estetik toolları, vasitələri istifadə edərək, eyni zamanda mühəndislik sistemlərini quraraq, nəzərə alaraq insana o məkanı hazırlayan bir sahədir. Bu baxımdan əslində memarlıq incəsənətin, mühəndisliyin, texnologiyanın kəsişməsində yerləşir. Yəni onların çərçivəsində deyil. Həsən Fəthi deyə bir memar var. Misirli memar, çox məşhur. Həmişə də tövsiyə eləyirəm bütün memarlara, çünki insanın bütün memarlar üçün çox vacib təfəkkür qazandıran bir memardır. Onun məşhur sözü var. Fəlsəfəsiz memarlıq mühəndisliyə dönüşür, estetikasız memarlıq mühəndisliyə dönüşür. Yəni bu sırf mühəndislikdir demək o mənada başqa bütün dəyərləri izolə eləmək deməkdir. Amma mühəndislik memarlıqda olmaz və incəsənət olmadan da olmur. Aydındır. Onda bax elə məkandan danışdıq. Məkan insan psixologiyasına necə təsir edir? Məkan psixoloji olaraq, yəni insanın varlığı çevrə ilə bir əlaqə ilə bağlıdır. Yəni biraz da psixoloji tərəfini anlayanda memarlar üçün nə qədər əhəmiyyətli olduğunu başa düşürük bunu. İnsan varlıq olaraq, psixoloji olaraq çevrə ilə iletişimlə yaşayan bir varlıqdır. Yəni çevrə olmasa insanın varlığı sual altına düşür. Sosial varlıqdır da, insan sosial varlıqdır. Sosial bir növ yəni cəmiyyətlə insanlar arasında, insanlarla birgə yaşamaq mənasında bəli sosial varlıqdır. Eyni zamanda yaradılış olaraq təbiətlə əlaqəli bir varlıqdır. Çevrə deyəndə, mühit deyəndə onu nəzərdə tuturam. Yəni insanın bütün duyğularını, bütün yaşantılarını təyin edən şey ətrafındakı məkan algısıdır. Yəni bu bu bir ev də ola bilər, bir şəhər də ola bilər, hər hansı bir küçə də ola bilər, meşə də ola bilər,
təbiət də ola bilər, yaşıllıq da ola bilər. Yəni şeyi çoxdur, açıqlaması, detalları çoxdur, amma necə bir mühit varsa, insanın da elə hissləri o şəkildə oluşur, formalaşır. Həyatı da həmçinin həmin hisslərdən oluşur, həmin təcrübələrdən oluşur. Memarlıq bax həmin o ingilislər built environment deyirlər. Yəni düzənlənən mühitin qurucuları memarlardır. Yəni biz gedib meşədə yaradılış olaraq meşədə heç nəyə dəymədən yaşaya bilmirik. Təbii. Yəni nə isə özümüz üçün adaptasiya eləyirik. Bu adaptasiya eləməyin adıdır əslində memarlıq. Yəni onu nə qədər doğru eləsək, təbiətlə əlaqəmiz o qədər doğru yaranır. Həyatımız da o qədər daha doğru olur. Ondan nə qədər uzaqlaşırıqsa, əlaqəni nə qədər yanlış qururuqsa, həyatımıza da o şəkildə neqativ təsir eləyir. Əlaqə ümumilikdə əlaqə bu qədər güclüdür. Memarlıq, çevrə və insan belə deyək də üçlüyündə. Aydındır. Onda peşəkar memarlığın əsas kriteriyaları nədir? Yəni necə onları belə deyək də sinifləndirmək olar? Elə kriteriyanın indi məsələn elmi, akademik mənada bir çox şəkildə izah eləmək olar, amma əslində mən onun kriteriyanın ortasına insanı oturdururam. Yəni insan elə ona görə o sual. İnsan və insanın hisslərinin yəni sadəcə hisslər deməyək də, yəni fiziologidə, yəni fiziki və metafizik tərəflərinin nəzərə alındığı bir məkan, bir memarlıq, həqiqi memarlıqdır. Ona görə bir əsas prinsip odur. Qalanları ondan yaranan prinsiplərdir. Amma belə indi ümumilikdə akademik şeydə təhsildə bizə ilk öyrədilən şey var, memarlıq. Vitruvius var, məşhur Romalı memar. Hələ eramızdan əvvəl 1-ci əsrdə memarlıq üzərinə 10 kitab deyə bir kitab yazıb. Demək olar ki, hələ də yəni fundamental təhsildə onun gətirdiyi anlayışlar şey olur. Yəni o hələ deyəlim ki 2000 il bundan əvvəl memarlar üçün təyin edib ki, memarlıq demək 3 dənə əsas prinsipin bir yerə gəlməsi deməkdir. Hansı prinsiplərdir? Bunları əksəriyyətimiz bilirik. Funksionallıq, estetika və dayanıqlılıq. Bu əsrlərdir eyni prinsiplər üzərində işlənir, elə də tərif edilir. Amma əslində bugün hər kəs, biz memarlar da bilirik, insanlar da bilir ki, memarlıq sadəcə o 3 dənə prinsip üzərinə sığışdırılacaq qədər cılız deyil, çox daha dərin mənaları var. Bayaq dediyim məsələlər. Yəni məsələnin ortasına insan və insanın öz təbii mühitini yerləşdirəndə biz görürük ki, məsələ sadəcə dayanıqlıq deyil heç vaxt. Məsələ heç vaxt sadəcə funksiya deyil və heç vaxt estetika deyil. Burada ciddi mənada bir insanın ruhi vəziyyəti var, emosiyaları var. İndi artıq bizim üçün çox önəmli bir reallıq olan texnologiya var. Bəli. Dayanıqlılıq enerjinin özünə yetməsi mənasında son vaxtlar çox istifadə olunan bu sustainability termini var. Bizdə dayanıqlılıq olaraq tərcümə edilir. O var. Yəni bu arada dayanıqlılıq, yəni bu dözümlülük mənasında deyil. Yəni tərcümədə bir çox bu yanlış anlaşılma olur. Bu dözümlülük demək deyil. Bu özünü davam etdirə bilmə gücü deməkdir. Davamlılıq. Memarlıqda daha çox bu özünü qarşılayır, özünə yetə bilmə. Bu niyə o qədər önəmlidir? Ona görə ki, qurduğumuz məkanlar insan ətrafdan istifadə edəndə ətrafa verdiyi böyük bir zərər var. Bugün ən çox aktual mövzulardan biri odur. Yəni bunu ev tikərkən də eləyirik biz. Ətraf mühitə verilən zərərlər. Bəli, qazlarla zərər veririk, zərərli atıqlarla veririk. Və insanlar artıq bunu sorğulamağa başlayırlar. Yəni bu yaxşı ciddi şəkildə cəmiyyəti narahat eləyir. Tək Azərbaycandan söhbət getmir, bütün dünyadan, bəli. Bəli. Yəni amma genəldə belə bir aktual mövzu var. İndi məsələdə progres olaraq hardayıq, nə qədər yol ala bilirik, bu başqa mövzudur. Ancaq bugün bu aktualdır. Yəni sual verilir, insan təbiətə minimal təsirlə necə yaşaya bilər?
orada artıq həmin dediyim cavab çıxır. Yəni görəsən özü özünə tam yetə bilən məkanlar qurmaq mümkündürmü? Bunu eləyəndə hardan başlamaq lazımdır? Mövcud anlayışlarımız buna, mövcud doğrularımız buna imkan verirmi? Yoxsa silib təzədənmi başlamalıyıq və s. və ilə axır. Bu mövzuya toxunduq, istəmirəm bunu ötüb keçək, biraz dərin danışaq bu barədə. Bu həqiqətən bu gün dünyada, məsəl üçün inkişaf etmiş ölkələrdə və yaxud da memarlığa daha peşəkar yanaşılan ölkələrdə, belə daha dəqiq korrekt eləyim deyim. Məsələn, mən özüm gəzmişəm, tutaq ki, İspaniyada, Barselonada çox gözəl bir şəhərsalma var və memarlıq var, memarlıq nümunələri var. Yəni bu dediyimiz problem bugün həmin ölkələrdə də varmı? Və yaxud həmin ölkələr, peşəkarlar, mütəxəssislər və yaxud da ki, rəsmi qurumlar bu məsələyə nə cür yanaşır? Yəni belə sualı belə anlasam ki, onlar bizdən çoxmu yaxşı vəziyyətdədirlər? Yəni əslində yox, elə deyil. Yəni memarlığın kənardan algılanması biraz fərqli olur da. Bir çox halda memarlar anlaşılmır. Yəni onun səbəbi kənardan baxanda memarlıq başqa şəkildə başa düşülür. Memarların özlərinin memarlığa yanaşması bir çox bu da ayrı bir paradoksdur. Yəni memarların ən böyük əngəlidir. Amma bu tarixi bir problemdir də. Yəni bugünün problemi deyil. O ölkələrdə fərqindəlik memarlıqdakı bu problemlər, məsələlərin aktuallaşması, bunların sistemli şəkildə çözümü, yəni normativlərin, hökumətlərin buna qatqısı, ictimai birliklərin burada daha şuurlu davranması, memarların təhsilinin buna müvafiq olması və s. nöqteyi nəzərdən, bəli, onlarda fərqindəlik bizdən çox daha yuxarıdadır. Amma bu o mənaya gəlmir ki, onlar problemləri tamamən çözüblər, biz kənarda qalmışıq, elə deyil. O problemlər aktualdır bugün. İspaniyada da aktualdır, İtaliyada da aktualdır, Amerikada da aktualdır, Yaponiyada da aktualdır. Yəni insanlar və aktualdır əslində bizim üçün belə deyək, səd olan, bizim üçün şey olan odur ki, biz bu problemləri özümüz fərqində olmuruq. Biz problemlərin fərqindəliyini də onlardan import eləyirik. Yəni o adamlar texnologiyanın ilərləyirlər, problemlərin daha çox fərqinə varırlar. Yəni bu adam başa düşür ki, qlobal istiləşmə bir 100 ildən sonra insan həyatını sual altına qoyacaq. Başlayır onu uygulamağa, biz də onların o nəticəyə biz onun getdiyi yoldan gələ bilmirik təəssüf ki. Çünki biz o səviyyədə bir texnologiya malik deyilik ya da fərqindəliyə sahib deyilik, amma mövzu aktualdır, problem aktualdır. Biz də o problemi artıq şey eləyirik, sorğulamağa, masamıza yatırmağa başlayırıq. Müzakirə edirik. O yöndən fərqindəlik həqiqətən çox yuxarıdır. Dediniz ki, suala cavab verəndə söz arası dediniz ki, memarları hər kəs başa düşmür. Elə mənə də maraqlıdır. Bəzən nəhəng memarların işlərini hər kəs başa düşmür. Maraqlıdır niyə? Məsəl üçün, tutaq ki, Le Corbusier, Zaha Hadid, hansı ki Bakıda da onun əsəri var. Hər kəs tərəfindən başa düşülmür və yaxud da asan başa düşülmür. Səbəb nədir? Yəni onun kökündə nəsə var? Valla səbəbləri belə daha sosioloji olaraq təhlil edilə bilər, amma həqiqətən də reallıq odur ki, hər memar üçün demirəm bunu, amma həqiqətən iz qoymuş memarlar tarix boyu. İz qoymuş nə deməkdir? Yəni bir irs qoymuş, fikir dəyişdirmiş, fərqli bucaq gətirmiş, çərçivədən kənara çıxmış bütün memarlar açmış, ekol, məktəb yaratmış. Öz dönəmində çox ciddi problemlər yaşayıblar. Yəni sadəcə belə, yəni sadə cəmiyyətdən anlaşılmaqdan danışmıram. Yəni ümumiyyətlə öz məsləkdaşları tərəfindən belə
qəbul olunmuyor. Qəbul olunmuyor. Çox sərt kritiklərə məruz qalıblar. Elə Le Corbusier-ın özü. Le Corbusier memarlıqda şey kimidir. Mücahid sayılır. Yəni adam həyatı boyunca mücadilə edib doğruları savunmaq üçün. Amma bu sadəcə o deyil də. Yəni lap əvvələ keçsək həmişə elə olub. Lap elə orta əsrlərdən etibarən fikirlər, yeni fikirlər, mövcud sistemi sorğulama həmişə şeylə qarşılanıb. Ciddi bir müqavimətlə, tənqidlə qarşılanıb. Yəni qısaca saysam Louis Bolle bir fransız memardır. Yəni şeyin həm yerlisidir Le Corbusier'in. Ondan 200 il əvvəl yaşayıb, eyni kaderi yaşayıb, eyni qisməti yaşayıb. Yəni ancaq fəlsəfədən danışıb, fərqli fikirdən danışıb. Layihələrin demək olar ki, heç biri tətbiq olunmayıb. Yəni niyə tətbiq olunmur? Bir dənə misal verim. Newton üçün Louis Bolle'nin bir Newton məqbərəsi tərcümə eləyək. Elə Newton üçün bir məqbərə dizayn edib. Məqbərə böyük bir sferdən ibarətdir. Yəni bir qlobusdan ibarətdir. O qlobusun diametri 150 metrdir. O vaxt üçün bu çox utopik bir təklifdir və ona görə də olmur, tətbiq edilməyib. Layihələr qalıb sadəcə günümüzə. Amma bugün Las Vegasda eyni 150 metr diametrində sfer deyə bir layihə var. İstifadə edilir texnologiya, başqa eventlər üçün və bugün tikilir. O fikir artıq belə hörmətli bir fikir kimi sayılır. İzah edə bilirəm. Yəni bu adam 2 əsr qabaqdan o təfəkkürü gətirib, mübarizə aparıb, ancaq bugün alınmıb. Onu bugün əldə edə bilir. Yəni zamanını şeyləyən, üstələyən adamlardır bunlar. Le Corbusier də belədir. Belə memarlıq tarixini, minimalizm şeyini ortaya atanlar, klassik memarlığı kritik eləyənlər, nə bilim Walter Gropiuslər, Louis Kahnlar, Mies van der Rohelər, bunlar hamısı həmişə inqilabi fikirlərlə gəlmiş memarlardır. Eyni şəkildə Zaha Hadid də, yəni Zaha Hadidin mən də ən çox belə deyək, reaksiya verdiyim, memarlara belə reaksiya verdiyim şeylərdən biri odur. Yəni Zaha Hadidin binalarına baxıb, binalarına görə bunu dəyərləndirmə kimi bir yanlış var. Bu dəyərləndirmə siz eləyə bilərsiniz. Bəli. Amma mən bunu bir memara yaraşdıra bilmirəm. Yəni bir memar Zaha Hadidin özəlliklə qadın bir memar bir həyat yoluna baxmalıdır. Bəli. Yəni o fikrə necə gəlib, necə o təfəkkürü yaradıb, necə eləyib ki, memarlıqdakı çox kəskin qəlibləri qırıb, baxışları dağıdıb, bəli. Ya o hansı ki o qırdığı qəlibləri biz bu gün də yəni layihə eləyəndə çox ciddi çətinlik çəkirik kənara çıxmağa, yəni. Amma o qadın bunu eləyib. Bunu eləməyin arxasındakı səbəbləri memarlar çox yaxşı analiz eləməlidirlər. Yəni bu Bağdaddan çıxıb, yəni gedib Londona, orada həyatını qurub və sadəcə qadın olaraq öz həyatını qurmayıb, qadın memar olaraq, həm də ümumiyyətlə öz dönəmində memarlıq üçün çox fərqli sayılacaq bir yanaşma gətirib və o yanaşma bugün sadəcə Zaha Hadid memarlıq tərəfindən tətbiq edilmir artıq. Yəni artıq yüzlərlə memarlıq ofisi eyni təfəkkürü istifadə edir, eyni yerə referans edir. Bu artıq normallaşır, hörmətli hala gəlir. Mövzu odur. Memarlıqda təfəkkür dəyişir, texnologiya inkişaf eləyir, fərqli yanaşmalar gəlir və hər zaman qoyulan binalarla bağlı suallar çıxır ortaya. Amma təfəkkür sorğulanmır, təfəkkür həmişə alqışlanır. Çünki öz dönəmində olduğu o konjunkturda, çevrədə o çox dəyərli bir fikirdir ortaya atmaq və onu bacarmaq, uğurlu yəni, olmaq. Zamanında qədərincə cəsarət tələb edən bir addımdır. Əlbəttə ki. O zamanla birlikdə onu analiz etmək lazımdır. Bax, maraqlı bir məqama toxundunuz, qadın memarlıq. Mən maraqlıdır. Həqiqətən dünya memarlığında qadın memarlar az olub. Yoxsa necə? Qadın memarlar var, amma yəni statistik olaraq bəli biz görürük ki, o qədər də çox deyil. Kişilərlə müqayisədə az çox deyil. Hə, bundan bir neçə gün əvvəl bizim elə qadın
memarlıqda qadının iştirakçılığı ilə Mən bağlı izlədim onu. Siz spiker idiniz, orada çıxışçı idiniz. Həmişdə mövzu tam olaraq o idi. Biz düzdür, o qədər geniş müzakirə etmə imkanımız olmadı, ancaq statistik olaraq bəzi məlumatları paylaşdıq ki, hə, qadın memarlar əslində bizim məsləkdə digər peşələrə nisbətən daha çoxluq təşkil edir. Meyil daha çoxdur. Amma karyeranın növbəti mərhələlərinə keçiddə biraz çətinlik çəkdikləri üçün iştirakçılıq azalır. Yəni məsəl üçün memarlıq universitetlərində qəbulda ya da universitetdə oxuyan memarlıq qadın tələbələr 50-60% təşkil eləyir. Hətta orada tədbirdə paylaşdılar ki, Azərbaycanda hətta o 70%-dadır, yəni daha yuxarıdır. Biz bunu sadəcə şeydə görmürük. Onda belə çıxır ki, Azərbaycanda xanımların, qadınların memarlığa daha çox həvəsi var, marağı daha çoxdur, bəli. Qızlarımızın. Sadəcə bunu oradakı statistikadan görmürük. Mən belə bir məlumat da paylaşım sizə. 2 ildir biz Baku Artfest keçiririk. 24-də və 25-də keçirdik memarlıq festivalı ilk dəfə. Hər ikisində 3000 üzərində iştirakçı oldu o tədbiri və tədbir çox maraqlı idi ki, 70%-dən çoxu qadınlar idi. Xanım əksəriyyətlə cavan tərəf, əlbəttə, çox böyük bir göstəricidir. Amma o statistikaya baxırıq ki, indi bu bizim üçün əslində sualı olmalıdır. Yəni bu hansı şəraitə, hansı məsələlərə baxılmalıdır ki, o maraq davam eləsin. Çünki bu statistik 60-70%lər peşəmizin ilərləyən karyera mərhələlərində eyni səviyyədə qalmır. O 20-lərə düşür artıq. Səbəb nədir? Səbəbi daha detallı belə deyə incələmək olar, amma o şeydə də tədbirdə də 1-2 məqamı qeyd elədik ki, bizim peşənin təbiətindən qaynaqlı bəzi məsələləri var. Məsəl üçün yüksək iştirakçılıq lazımdır, fiziki iştirakçılıq lazımdır, özəlliklə tikinti mərhələsində. Sahədə də necə sahədə olmaq məsələsi var. İkincisi, ümumiyyətlə memarlıq qeyri-sabit bir iş qrafikinə malik bir peşədir və çox intensivdir. Əksinə qadınlarda, xanımlarda da yəni bu karyera davamlılığı müəyyən səbəblərə görə tez-tez pozulur. Məsəl üçün analıq vəziyyəti olur, o karyerada fasilələr yaranır. Bu fasilələr də o davamlılıqda belə deyək, yəni kişilərin getdiyi davamlı yoldan şey olmur, müqayisə edilə bilmir. Amma buradakı mövzu o gender problemi deyil. Yəni mövzu bir növ təbii bir prosesdir. Yəni özünü tənzim. Təbiidir, sadəcə fokuslanmalı olduğumuz nüans o deyil. Yəni bunu qəbullənib bu elə belədir demək doğru deyil. Onu anlatmağa çalışıram. Burada problem qadının belə olması, fərqli olması deyil. Yəni burada problem odur ki, biz iş şərtlərimizi işlərlə bağlı doğru deyə qoyduğumuz qaydaları kişilərin reallığına görə qoymuşuq. Yəni dominant kişilər olub. Kişilər olub. Yəni indi o şərtlər hamıya bərabər adaptasiya edilməsinə baxılmalıdır. Onu anlatmağa çalışıram. Aydındır. Daha da biraz yumşalmalıdır. Yumşalmalıdır, adaptiv olmalıdır, flexible olmalıdır ki, eyni nəticəni ala bilək. Aydındır. Memarlıq da müasirləşir. Yəni dünyada hər bir sahənin olduğu kimi, çünki bu bir tələbdir. Onda belə bir sual ortaya çıxır. Müasir memarlıq inkişaf edir, yoxsa bayaq dediyimiz məsələlər nöqteyi nəzərdən inkişaf edir, əlbəttə ki, inkişaf edir. Bu inkişafın sabit bir xətti yoxdur. Yəni biz indi təxmin eləyə bilmirik ki, bundan 50 il sonra memarlıqda nəyi danışacağıq. Amma bugün danışdığımız problemlər ki var, biz qaldırırıq, fərqləndik, yaratmağa çalışırıq. Onlar sabah daha çox danışılırsa, daha çox üzərinə fikir mübadiləsi gedirsə, daha çox mövzu olursa, biz ona inkişaf deyirik, progres deyirik. Bugünkü durum elədir. Bugün memarlıq texnologiyanın da verdiyi imkanlarla dünənə görə daha yaxşı vəziyyətdədir. Daha çox reallıq danışırıq, daha çox insan danışırıq, daha çox təbiət danışırıq. Bu progres göstəricisidir əslində. Aydındır. Minimalizm niyə dəbdədir? Və yaxud da təbii ki, sualım bu olacaq. Memarlığın digər
cərəyanları mı deyim, qolları, üslubları. Yəni bunların hansı bu gün dəbdədir və konkret olaraq minimalizm niyə dəbdədir? Yəni memarlığın ümumiyyətlə belə bir cərəyanlar çərçivəsində dəyərləndirilməsini mən heç vaxt promot eləməmişəm. Həmişə onun yanlış olduğunu vurğulamışam. Cərəyanlar ona görə cərəyan olaraq adlandırılır ki, biz artıq o dönəmi keçir. Sonrakı dönəmdə biz daha əvvəlki dönəmin şərtlərində niyə çıxıb, onun səbəblərinə baxaraq ona biz cərəyan adı veririk. Bu bugün aktual adını bildiyimiz bütün memarlıq cərəyanları üçün belədir. Yəni klassizm üçün də belədir. Klassizmin niyə klassizmin olduğunu, hansı dönəmdə çıxdığını, klassizm prinsiplərinin necə yarandığını biz çox yaxşı bilirik. Ona görə bugün klassik bir memarlıq tələbi gələndə belə ağlı başında memarlar həmişə ağız büzür. Səbəbi var ki, mən niyə klassizm Yunan memarlığından çıxmış bir, yəni antik Yunan mədəniyyətindən çıxmış bir fəlsəfədir. Yəni 2500-3000 illik tarixi var. 3000 il bundan qabaqki prinsiplər bu gün aktual deyil axı. Mən niyə onlara bu günün reallığına adapte olmağa zorlamalıyam? Mövzu odur. Deyəlim ki, sıx kolonlardan, kolon başlıqlarından, müəyyən karniz elementlərindən ibarət bir memarlıqdır. Ən çox onların ön plana çıxdığı bir cərəyandır. Ancaq onların çıxma səbəbi var axı. Yəni orada kolonlar istifadə olunurdu. Çünki o dönəm üçün aktual idi. Konstruksiyanı qurmağın başqa yolu yox idi. Yəni beton yox idi. Dəmir istifadəsi yox idi. Var idi, çox limitli idi. Taxta üçün o imkanlar yox idi o dərəcədə istifadə üçün. Ona görə o gün üçün belə bir texnoloji qayda qurulmuşdu. Amma üstündən 3000 il keçib. Yəni bizim indiki texnologiya niyə mən o qaydanı gətirib bu gün tətbiq eləməliyəm? O sual çıxanda eyni sualı bütün cərəyanlara vermək olur. O cərəyanın çıxdığı dönəmin prinsiplərini, səbəblərini mən bu günə gətirib tətbiq eləməyə çalışanda mən təqlid eləmiş oluram. Eklektik yanaşmış oluram. Məndən daha əvvəlki yaşantıların, mədəniyyətin, texnologiyanın məcbur elədiyi reallıqları bu günə gətirib sığdırmağa çalışıram bir növ. Ona görə memarlığı müəyyən cərəyanlar qəlibindən çıxartmaq lazımdır. Memarlıq şeydə olmamalıdır. Yəni bu çərçivədə olmamalıdır. Yəni Zaha Hadidin çıxartdığı cərəyan üçün indi orqanik memarlıq deyənlər də var. Biraz nə bilim dadaist yanaşma var, futurist başqa cərəyanlarla da adlandırmaq olar. Konkret bir adı da yoxdur. Çünki Zahadidə soruşsan o bir cərəyan yaratmayıb, o fikir qoyub ortaya. Amma orqanik memarlığın qurucusu Zaha Hadid deyil ki, yəni bunu ilk try eləyənlər çox tarixdə başqaları da olub. Öz dönəmində imkanları olmayıb. Erik Mendelssohn'un orqanik binaları var. Bir əsr yarımından əvvəl. Nə bilim Antoni Gaudini bugün gedib binalarını görürsünüz. Yəni o Barcelona forma olaraq orqanik memarlıqla bağlı ən geniş ilkin nümunələri verən Antoni Gaudidir. Bina onun bəzəkdən fərqi odur ki, o formu funksiya ilə bütünləşdirir. Bugün Zaha Hadidin bəzi orqanik memarlıq nümunələrində də eyni şeyi görürük. Yəni form üzərində gördüyünüz şəkil, hissiyat içəridə də eynidir. Bu bir bəzək mahiyyəti daşımır. Yəni üstündən bir bəzək görüb içəri girib başqa bir auraya girmirik. Form nədirsə içində də odur. Orqanik memarlığın əsas fəlsəfəsi budur. Bunu daha əvvəlki memarlar da yoxlayıblar. Bu bir cərəyan qurma məsələsi deyil. Memarlıq fikri promot eləməlidir. Mərkəzinə insan qoymalıdır. Əlbəttə ki, insanların öz belə deyək də, öz qabiliyyətlərinə görə bu fikri müxtəlif yollarla ortaya qoyma təşəbbüsləri həmişə olub və həmişə də olacaqdır. Bir limit də yoxdur. Belə anladım ki, dediklərindən memarlıq da digər sahələr kimi öz dövrü ilə səsləşməlidir. Öz dövrünün reallıqlarına uyğun, belə deyək də,
o dövrün hansı dövrdə yaranıbsa, tutaq ki, o cərəyan, o sənət indiki müasir dövrlə inteqrasiya olmalıdır. İndiki müasir dövrə uyğunlaşmalıdır. Yəni klassikada əgər illər əvvəl bir fiqur varsa, onu biz bu gün onun mənasını anlamadan mütləq bu olmalıdır deyib tətbiq etməməliyik. 100% elə olmalıdır. Bu çox bu gün də memarlıqda ən çox, yəni daha elmi mənada da ən çox müzakirə edilən şeylərdən biridir. Biz indi çox qabaca bunu ifadə elədik. Niyə olur? Ancaq memarlıq bu gün onu sorğuluyur. Yəni bu sustainability mövzumu da onu gətirir. Yəni binalar nə qədər yaşamalıdır? Binalar indi soruşsaz memarların əksəriyyətindən belə ümumilikdə memarlarda bir iz qoyub getmə meyli var. Ki mən bu binanı eləyim, mənim adım bu bina ilə anılsın. Bu filankəs memar filankəsin binasıdır. Baxın 100 illərdir ayaqdadır deyilsin. Bunun özü də çox böyük bir yanılğıdır əslində. Ona görə ki, yenə hər şeyi silib sıfırdan o doğruları, o fundamental təməl doğruları sorğulayanda biz o qənaətə gəlirik ki, mənim yaşadığım məkan mənim üçündürsə, mənim ətrafımdakı hər şey keçicidirsə, hər şey deforma olursa, hər şey mənlə bərabər təkamülə uğrur, sonra da müəyyən mənada yox olub gedirsə, təbiət də bunun misalını bizim gözümüzə soxur hər şeydə. İldə bir dəfə fəsillər yəni ölür, yenilənir, torpağa qarışır, oradan başqa bir şeyə dönüşür, enerjiyə dönüşür, sonra bizə başqa formada yenə gəlirsə, niyə görə mən qurduğum məkan, memarlıq məndən sonra da əbədi qalmalıdır ya da niyə ona çalışmalıyam? Bəlkə o mənim üçündürsə, mənlə bərabər yaşlanıb elə mənlə bərabər yoxa çıxmalıdır. Əslində təbii olan maraqlı yanaşmadır. Və eyni zamanda yəni siz harda görmüsünüz? Çox çətindir. Yəni mən bu gün klassik bizim tarixi bina kimi gedib baxıb zövq aldığımız binaların əksəriyyəti funksiyonal olaraq bizim istifadə etdiyimiz binalar deyil. Tarixi dəyərinə görə, biz məna yüklədiyimiz üçün, bizim bəlli dövrümüzü yansıtdığı üçün bizim üçün önəmlidir. Amma biz onları bu gün əsas funksiyaları olan funksiyaları ilə istifadə eləmirik. Başqa bir dönəmin reallığını, o bu gün üçün də keçərlidir. Bu gün bizim reallığımıza görə mən bir memarlıq, bir məkan ortaya qoyuram və inanıram ki, bu sizin üçün ən yaxşı məkandır və sonra düşünürəm ki, bu məkan qalmalıdır. Bizdən sonrakilər də baxıb deməlidir, bu Füzulinin memarlığıdır. Elə deyil. Mən bugünkü reallığa görə, bugün sənin həyat tərzinə görə bir məkan qurmuşam sənin üçün. Ancaq sənin uşaqların reallığı başqa olacaq. O niyə sənin reallığını yaşamalıdır? Aydındır. Yəni bayaq toxundun. Parisdə Notre Dame kilsəsi, Eyfel qülləsi, Almaniyada Köln kilsəsi, Bakıda Qız qalası, Naxçıvanda Möminə xatun türbəsi, İstanbulda Topqapı sarayı. Yəni o memarlar tarixdə qalmaq istəyir. Elə bu məqama toxunmuşkən bu iconic buildings deyirlər də, simvolik tikililər. Bu dövr indi də inkişaf edirmi? Ya o şeyimizin sual əslində çox qəşəng yerinə düşdü. Yəni o bayaqçı mövzunun davamı mahiyyətindədir. Əslində sualı verməsəydin də gətirib ora çıxaracaqdım avtomatik. Bu ikonik ümumiyyətlə simvol və ikonun nə olduğunu anlamalıyıq. Yəni o ikonik binalar, saydığım binaların heç biri ikonik bina olsun deyə dizayn edilməyib. O mövzu odur. Yəni Zaha Hadid də Heydər Əliyev mərkəzində ikonik bina olsun deyə eləməyib. İkonlaşıb çünki biz onlara məna yüklüyürük. Bəli. Bizim üçün dəyərlidir ona görə. Bizim üçün yəni Azərbaycan üçün. Biz Azərbaycan üçün çox dəyərlidir. Çox dəyərlidir, amma müəyyən prestij elementləri. Siz memarlıq nöqteyi nəzərindən yəni yanaşırsan o məsələyə. Yəni belə deyək də insan və psixoloji faktorlar var. Çox maraqlıdır. Bax. Bir kərə ikonun və simvolun insan üçün nə mənaya gəldiyini başa düşmək lazımdır. Bu sadəcə memarlıq üçün keçərli deyil. İndi
qardaşımı tanıyırsan, psixoloqdur. Bəli. Bir-iki layihədə də biz balaca layihədə bərabər işləmişik. Bir-iki maraqlı yanaşma öyrəndən sonra mənim özümdə də memari tərəfdən baxışlarım dəyişib. Deməli, bu simvolizmin insana psixoloji olaraq verdiyi məna, ifadə elədiyi məna çox maraqlıdır. Çünki insanın ikon olaraq gördüyü, yəni ki, memarlıqda biz fərqlilik olaraq görürük də, bu qalıcı bir şey deyil. Yəni, nevrolojik olaraq insan beyni ancaq dəyişkənliyə reaksiya verməyə yaradılıb. Qalıcılığa reaksiya vermir. Yəni, nə deməkdir bu, bilirsiniz? Elə bir ki, ilk dəfə fərqli bir şey görürəmsə, o məni həyəcanlandırır, beyin əmr verir ki, dopamin salgılansın. İkinci dəfə görəndə eyni miqdarda vermir. Çünki analiz edir, baxır ki, eyni şeydir. Sonra başlayır, adiləşir. Bunun ayrı bir psixoloji, nevroloji adı da var. Yəni bu aslında enerji savingdir. Yəni enerjini ona istifadə eləməyə dəyər görmür, saxlayır, eyni salgılamır. Üçüncü dəfədən sonra adiləşir. O gördüyün şey sənin üçün bir məna ifadə eləmir. Ancaq vizual yaddaş kimi qalır. Buna hedonik adaptasyon deyirlər. Bunu öyrənəndən sonra mən ümumiyyətlə mənim də o bir şeylər eləməyə, o həm də bayaq dediyim şeyləri əslində dəstəkləyən bir şeydir. Yəni qalıcı bir şey eləməməliyik. Aynen. İnsan təbiəti də deyir, yəni psixologiyası da deyir ki, biz qalıcı bir şey eləməməliyik, sabit bir şey eləməməliyik. İkon olsun deyə məkanlar dizayn eləməməliyik, forumlar qurmamalıyıq. Çevrəmizdə ikon və simvolların sayı az olmalıdır. Əksinə, beyin daha çox boş məkanda daha saf əlaqələr yarada bilir. Yəni özü məna yükləyə bilir. Nəinki sizin qoyduğunuz bir hansısa fərqlilik, çeşidlilik, beyni işləməyə vadar edən hansısa elementlər. Eyni prinsip bugün sizin gedib Sagrada Familia'nın hansısa detallarında həyəcanınız kimi. Yəni siz gedirsiniz ora, niyə həyəcanlanırsınız? Çünki siz onun yanında yaşamırsınız. Bəli, ilk dəfə görürsən. İldə bir dəfə, iki dəfə gedərsiniz və o binanın üstündə sizə 100 dəfə gedəcək qədər detal var. Yəni hər dəfə gedəndə birinə baxıb həyəcanlanırsınız, problem yoxdur və onu bir memarlıq möcüzəsi kimi başa düşərsiniz. Amma əslində elə deyil. Yəni heç kim o qədər detallı binanın funksiya, uyğunluq, yaşam kontekstindən dəyərləndirmirəm, amma o detallar yaxşıdır deyə mən onu gətirib evimin içinə qoysam, yorar məni. Bir yaşaya bilmərəm, ya psixoloji xəstə olaram, ya başqa şeylər çıxarır deyə. Reallıq budur. Ona görə ikon dediyimiz şey ikon olsun deyə ya da ikonik olsun deyə dizayn edilməz. İkonlaşa bilər müəyyən səbəblərə görə. Yəni olduğu bölgənin ona verdiyi məna olaraq ikonlaşa bilər. Bugün Le Corbusier'in Roncham şapeli var. Bu bugün bizim üçün ikonik binadır. Amma adam ikon, yəni ki, o adamın fəlsəfəsinin içinə ikonik memarlığı sığdırmaq olmaz. Ona təhqirdir yəni. Adam ömrü boyu insan mərkəzli bina üçün öz dönəminin o neoklasik aristokrat memarlığı ilə mücadilə eləmiş bir adamdır və onun da fərqindədir ki, mən ölürəm, 60-70 yaşında şeyləri var, universitet tələbələri ilə görüşləri var. Onlara deyir ki, mən sizdən çox ümidliyəm də, yəni mənim nəslim məni başa düşmədi. Gələcək, yəni siz başa düşərsiniz mən dedim və biz həqiqətən bugün memarlıq prinsipləri nöqteyi nəzərdən onun əsərlərinə baxanda başa düşürük ki, bu adam öz əsrinin adamı deyildi də. Biz artıq onu tətbiq eləyirik. Əslində dahilər elə olur. Öz əsrində, öz dövründə anlaşılmır. Əksəriyyəti belədir. İkon nöqteyi nəzərdən də, yəni o binalar indi ikonikdir, amma bugün o binaların bənzərlərini, eyni prinsiplərini biz layihələndiririk. Çox da artıq normallaşmış bir şey olur bizim üçün. Gaudi kimi memarlardan danışdıq. Səncə görkəmli memar olmaq üçün mütləq yaşad olmaq lazımdır? Yaşad olanda o sualın cavabını daha yaxşı verərəm deyə düşünürəm, amma indi
memarlıqda bilgi səviyyəsi çox önəmlidir. Və indi qədər danışdıqlarımızdan aşağı yuxarı, yəni eyni təsəvvür yaranar ki, əslində memarlar nə qədər dərin bir bilgi və analiz qabiliyyətinə malik olmalıdır. İncəsənət anlayışına malik olmalıdır. Tarix, şuur olmalıdır. Tarixi şuur olmalıdır. Mədəniyyəti çox yaxşı analiz edə bilməlidir. Biologiyanı, ətrafı, coğrafiyanı çox yaxşı bilə bilməlidir. Və bunlar ümumilikdə bir ömrün içinə sığdırıla biləcək şeylər deyil. Və əlbəttə ki, yəni çox görkəmli memarlar daha gec yaşlarda, daha yaşlı dönəmlərində çox daha səmərəli, daha şuurlu şeylər, töhfələr verə biliblər. Yəni fiziki imkanlar nə qədər imkan. Mən də düşünürəm ki, əlbəttə ki, yaşa dolduqca, təcrübə artdıqca məsələlərə baxış, memari inputa da öz təsirini göstərir. Yəni mən özüm üçün deyə bilirəm. Məsələn, bundan 5 il əvvəlki baxışıma artıq indi sahib deyiləm. Və bu gün də tam olaraq mən artıq həqiqəti tapmışam deyə bilmirəm. Bilirəm ki, bu artan, dəyişən, öyrəndikcə formalaşan bir şeydir. Yəqin ki, 10 il sonra Allah ömür versə, çox daha fərqli bir baxışa sahib olacaq. 10 il sonra, deyirsən 10 il sonra inşallah süni intellekt dövründə yaşayırıq. Yəni çox sürətli bir inkişaf var. Bəzi insanlar, bir çox insanlar daha doğrusu bu inkişafı inkişaf kimi qəbul edir, bir çoxları etmir. Bəzən qorxurlar, biz süni intellektin var olmasından, onun dərinləşməsindən narahatdılar. Süni intellekt memarları gələcəkdə əvəz edə bilərmi? Bugün süni intellektdən memarlar çox geniş şəkildə istifadə edirlər. Çox Təbii. böyük imkandır. Yəni bu nə qədər qorxuludur sualını cavablandırmaq üçün biraz süni intellektin məğzini başa düşmək lazımdır deyə düşünürəm. Bu gün məsəl üçün çox istifadə edilir dediyimiz hissə nələrdir? Memarlığın ümumiyyətlə dizayn prosesinin müəyyən mərhələləri var. Bəzi mərhələlərdə bunu çox aktiv şəkildə müəyyən hissələrdə biz istifadə edirik. Vizuallaşdırmada istifadə edirik. Məlumat data collection hissəsində, yəni məlumat yığma və onu təhlil eləmə hissəsində istifadə edirik. Çünki onlar çox ciddi imkanlardır. Yəni sonsuz deyəcək qədər məlumata çox sürətli əlçatanlıq təmin edir. Hansı ki, bu təhlil prosesi süni intellektlə gəlmiş bir şey deyil memarlığa. Yəni memarlar bundan bir əsr əvvəl də o data analizini eləyirdilər, amma daha manual eləyirdilər. Yəni o vaxtki imkanlarla, kitabları araşdıraraq, aylarla, illərlə o nə deyib, burada nə var, bu reallıq nədir. Amma bugün süni intellekt saniyələrdə o əlçatanlığı verir. Əlbəttə ki, ona görə çox böyük imkandır. Amma indi keçən dəfə bu mütəxəssislərlə zaten söhbət eləmişsiniz, ondan sahəsinə girmək istəmirəm, amma bir reallıq var. Bugün süni intellekt dediyimiz şey dilə bağlı bir qurumdur. LLM deyilən texnologiyanın nəticəsidir. Süni intellektlər məzmun olaraq bizim qorxduğumuz şey deyil. Hətta süni intellekt ümumiyyətlə developerları bugün onun fərqindədir və altını highlight edirlər ki, biz şeyə çatmışıq. Pikətdə çatmışıq. Çünki internet texnologiyasının maksimum data collection həcminə gəlib çatmışıq. Və bundan sonra o həcm 2-3 qat artsa belə bugünkü süni intellekt fərqli nəticələr verməyəcəkdir. Orada boşluqlar var. O boşluq da nədir? Bunu onlar çox yaxşı bilirlər. Biraz da işin içində olan adamlar bilirlər. Bundan sonraki 10 ildə, 20 ildə əgər süni intellekt developerları indiki yanaşmanı kənara qoyub başqa bir yanaşma tətbiq eləsələr ki, bunu artıq o yaradıcıları, bu işin yaradıcıları artıq qaldırırlar mövzuları, konferanslarda dilə gətirirlər ki, biz yanaşmanı dəyişməliyik. LLM-in artıq limitinə çatmışıq. Literatura bağlı, sözə bağlı təhlil edib nəticə çıxartma limitdədir.
Bunun əksiyi şeydir, spiritdir, toxunmadır, digər hisslərdir. Bunlar süni intellektdə yoxdur. Ona görə də bugünkü süni intellekt texnologiyası bizə tam təhlil verə bilmir heç vaxt. O zaman mən yenidən öz mövqeyimdə qalıram. Başqa sahələr üçün demişdim. Memarlıq üçün də deyirəm. Yəni süni intellekt nə qədər inkişaf etsə də bir memarın ruhunu verə bilməz. İndi verə bilmir və mən düşünürəm ki, yaxın bəlkə də 50 ildə də verə bilməyəcək. Çünki o görünmür. Yəni bu bir yanılğıdır. Yanılğı olan tərəfi bayaqdan da əslində hiss etməyə çalışırıq. Yəni onu vurğulamağa çalışırıq. Yəni memarlıqda insanın bu empirik, yəni təcrübəyə dayalı şeyləri kənara qoyaq. Belə bir elm deyil. Hisslərə bağlı bir şeydir. Toxunmağa bağlıdır, eşitməyə bağlıdır, duymağa bağlı bir elmdir. Və bugünkü memarlar o hisslərə, o duyğulara xitab edilən sistemləri nə qədər yaxşı öyrənirsə, o qədər yaxşı məhsul verir insana, istifadəçiyə. Süni intellektlər bu gün onu eləyə bilmir. Aydın. Süni intellekt sadəcə data collection'da, data analizində, informasiyaları toplayır, aqreqator kimi və ona görə ancaq o belə deyək, çərçivədə müəyyən analizlər eləyib, müəyyən limitlər daxilində nəticələr verir. Əslində bugünkü vəziyyət odur ancaq. Nə vaxt ki ona çatsalar, onda bu təhlükəni təzədən danışacaq. Deməli, bəzən deyirlər ki, memarlar üçün layihələri çəkmək asandır. Əsas çətin onun həllidir. Bu fikirlə razısınız? Yəni məncə bu sualın cavabını əslində biz danışıqda müəyyən qədər verdik. Bəli. Yəni asandır ona görə ki, bunu asan dəyərləndirənlər bax bayaqdan yarım saat 40 dəqiqədə danışdığımız tərəflərinin fərqində deyil. Memarlığı sadəcə bir şəkil olaraq algılayırlar. Mövzu ondan ibarətdir. O şəkilə çəkənə qədər nə qədər? O şəkil nəticəyə qədər ki, o arxa fonda gedən proseslər, onun elmi dəyərləndirməsi, araşdırması, insanların psixoloji vəziyyətləri, bioloji faktorlar, fizioloji faktorlar, çevrə, cəmiyyətlə bağlı məsələlər, bunların hamısından süzülüb gələn bir məhsul olduğunun fərqində deyirlər. Amma digər tərəfdən mən haqq verdiyim tərəflər də var. Yəni insanlar nə vaxt o nəticəyə gəlirlər, həmin nəticənin, həmin təfəkkürün arxasında uğursuz bir memar olur. Bunun səbəbi var. Yəni memarlarımız da təəssüf ki, bir çox halda məsuliyyətsiz işlər verirlər. Bu dediyimiz yanaşmaları tətbiq edə bilmirlər, ya fərqində olmurlar. Yəni ya da bacarmırlar. Siz yəni bir belə deyək də bu qədər insani faktoru saydıq. Bəli. İnsanla bağlıdır. İnsan nədir deyə soruşsan, ətrafından 100 dənə açıqlama gəlir. İndi siz də insan olaraq yaşayacağınız yeri həvalə edirsiniz bir memara. Deyirsiniz ki, mənim üçün belə bir qur, elə ki, mən burada yaşayım və negativ olmasın. İndi həmin adama, bu adam tarixi, fizikanı, nə bilim, ədəbiyyatı, mədəniyyəti o dərəcədə bilmirsə, sizin həyatınızdan heç xəbəri yoxdursa, sizin mədəniyyətinizi öyrənməyibsə, heç memarlıq tendensiyalardan xəbəri yoxdursa, nə bilim, bir bayaq saydığımız memarların təfəkkürlərini, yanaşmalarından heç xəbəri yoxdursa ki, bu çərçivəyə sığacaq mən en qədər memar görmüşəm. Siz öz həyatınızı necə ona həvalə edə bilərsiniz? Bax, mənə maraqlıdır. Memar, bax, konkret olaraq Füzuli öz evini necə dizayn edərdi və yaxud da edib, hansı üslubda? Bu çox maraqlıdır. Yəni, mən çox minimalist insanam. Düzdür, mən indi apartman dairəsində yaşayıram. Yəni bina evində yaşayıram. Binamı özüm tikməmişəm, özüm layihələndirməmişəm, amma özümə uyğunlaşdırmışam. Yəni maksimum nə qədər mümkündürsə. Amma bizim evdə artıq heç nə yoxdur. Yəni mən o tərəfdən də özümü çox xoşbəxt sayıram ki, mənim həyat yoldaşım da bu təfəkkürdədir. Bizim evdə lazımsız heç nə yoxdur. Yəni aksesuar belə yoxdur. Əgər bizə bir faydası yoxdursa, o ortaqda dayanmır. Ancaq minimal ehtiyaclarımızı
olan bir məkanda yaşayırıq. Tam %100 belə bir evdəmi yaşayarsan sualın cavabı başqadır. Yox, əlbəttə mən özümə bir məkan qursam, çox sıfırdan başqa formada quraram ki, bununla bağlı mənim özümün bir layihəm var. 2 ayda çalışıram və 2 illik layihədir. Ömür vəfa eləsə 2 il sonra o layihəni daha elmi şəkildə həm də nümayiş etdirmə fikrim var ki, mənim və mənim təfəkkürdəki insanların yaşayacağı ev necə olmalıdır. Amma bu dediyim kimi, yəni bir ay, bir illik bir məsələ deyil. Yəni ciddi bir araşdırma şeyi var, prosesi var. Hazırda mən onun içindəyəm. Bu il həm də Azərbaycanda şəhərsalma və memarlıq ili elan olunub. Artıq demək olar ki, bir neçə gündən sonra Azərbaycan, Bakı növbəti böyük bir tədbirə, deməli BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Biz də memarlıqdan danışırıq bayaqdan. İstəyirəm buna da öz münasibətini bildirəsən. Yəni bunu bir memar kimi çox belə deyək, fərdi olaraq çox sevinclə əslində qarşılayıram. Çox həqiqətən çox böyük bir imkan olduğunu düşünürəm. Çünki yəni Azərbaycanın memarlıq platformasında bayaq da qeyd elədik. Yəni bizim həcmimiz, texnoloji vəziyyətimiz filan bunlarda bizim öz sözümüzü deməyimiz ya da dünyada memarlıq və şəhərlə bağlı mövcud problemlərin müzakirəsinə bir platforma yaratmağımız bizim əslində orada çox böyük bir rol almağımız deməkdir. Bu çox böyük bir imkandır. Bu da memar və şəhər plançılarını həqiqətən sevindirməlidir, yəni sevindirən bir şeydir. Mən də bizim müəyyən təmaslarımız olur, biz bərabər işləyirik. UN Habitat Azərbaycan qurumu ilə tədbirlərdə elə bu çərçivədə inşallah bu tədbirdə də müəyyən rollarımız olacaq. Ən çox müzakirə edilən şey odur ki, böyük bir imkandır və aktual məsələləri maksimum şəkildə qaldırıb danışmaq üçün platformalar yaradılmalıdır. Düşünürəm ki, o istiqamətdə də davam edir. Biz də əlimizdən gəldiyi qədər bax elə bayaqdan danışdığımız mövzuları nə qədər qabartsaq, nə qədər danışsaq, insanlarda həm öz sahəmizdə, həm memarlarda, həm çevrəmizdə bu istiqamətdə bir fərqindəlik yaratacaq. Bunun özü çox böyük bir uğurdur deyə düşünürəm. Nəzərə alsaq ki, Bakı özü də bir tarixi şəhərdir, qədimdir və Azərbaycanın müxtəlif yerlərində qədim tarixi abidələrimiz, mədəni abidələrimiz var və ona görə də vurğuladığın kimi bizim üçün əslində bir fürsətdir. Azərbaycanın böyük memarları üçün, bizim memarlıq problemlərimiz üçün, şəhərsalma üçün çox böyük bir platformadır, müzakirələr aparmaq olar və müəyyən problemlərin həllinə də nail olmaq olar. Uğurlar arzulayıram. Təşəkkür edirəm. Hamımıza uğurlar inşallah. Bəli, bəli və gəldiyin üçün, belə bir geniş müzakirə üçün çox təşəkkür edirəm. Mən təşəkkür edirəm fürsət üçün. Çox sağ ol. Çox dəyərli bizi izləyənlər, növbəti bir dəst xəttin sonuna gəldik. Görüşərik. Sağ olun, salamat qalın.